Sabahınız xeyir olsun. Kanalıma hamınız xoş gəlmisiniz. Kofemi almışam. Səhər saat 8:30'dur. Adel oyandı, yatızdırdım tekrar və gəldim ki hazırlaşım. Bugün çölə çıxacağım biraz. Həm xalam qızının kargoları var, onları verəcəm. Həm də dişimi düzəltdirməyə gedirəm. Bugün inşallah sondur və bitir deyə ümid edirəm. Heç sevmirəm bu prosedurları, amma elətdirirəm və kafam rahat olur. Burada görün nəyi fərq etdim. Şkafımız qabağa gəlirdi. Arasına belə bir şey qoyuruq ki, bağlansın. Bunda o qədər ağır bir şkafdır ki, gərək kimsə kömək eləsin ki, qaldırıb aşağısından bir şey qoyaq ki, açılmasın. Yoxsa qapılar öz-özünə açılır. Bu arada siz heç buraları görməmisiniz. İstəyirəm gəlin sizə buranı göstərim. Bu otaqda əvvəl, yəni bura bizim yataq otağımız idi və burada yataq var idi. Biz onu çıxartdıq, Adelin otağına keçdik. Yəni Adel bizlə yatdığı üçün və ən isti otaq ora olduğu üçün. Mən də burada belə bir alan yaratmışam özüm üçün. Elə şkaf, makyaj masam və burada belə bir ayna var. Bu aynanı əslində ikinci əl olaraq satacağıq. Çünki biraz balacadır. Həm də ki görüntüsü xoşumuza gəlmir. Bunlar isə Adelin mebelləridir. Yatağının. Onu da padvala qoyacağıq. Bu qədər. Mən çox sevirəm. Artıq burada makyajlarımı eləyirəm. Instagrama reels atıram və məncə çox gözəl görünür. Özümə gəlmək üçün də bu arada bir kafe süzmüşəm. Kapuçin eləmişəm daha doğrusu. İndi makyaj eləyəcəm. Baza bu florları çox bəyənirəm qızlar. Bunu istifadə edirəm. Artıq demək olar ki, baxın bu qədər qalıb bitirirəm. Çox qəşəng su bazlı bir primerdir. Ona görə düşünürəm ki, yağlı bir dəriniz varsa çox bəyənəcəksiniz. BB krem istifadə edəcəm Mişanı. Gündəlik məncə örtücülüyü də yaxşıdır. Bilirsiniz qızlar, əslində bu otaqları dəyişəndə sizə video çəkəcəkdim, amma çəkə bilmədim. Gəlin sizə BB kremin örtücülüyünü göstərim, ondan sonra davam edeyim. Mən çox bəyənirəm, gör necə gözəldir. Renk tonunu bərabərləşdirir. İçərisində həm də SPF 42 var. Yəni qışda olsa siz günəş kremi istifadə eləməlisiniz. Ona görə də çox bəyənirəm. Bitdikcə alacağım bir məhsuldur. Bu arada saçlarım kirlidir. Quru şampuanım bitib, xəbərim olmuyor. Mən də ona güvənmişdim. Çünki dünənləri işim çox oldu deyə duş ala bilmədim. Dedim ki, quru şampuanla onsuz da dişə gedirəm, yola verərəm. Amma gəldim, gördüm ki, quru şampuan bitib. Saçımı bundan gizlətməyə çalışdım. Yəqin ki, bugün dar belə topuz kimi bir şey yığacam ki, yağlı o qədər bilinməsin. Bugünü yola verək. Bugün dünənləri biz otaqları dəyişəndə niyə sizə video çəkə bilmədim? Əslində çox gözəl fikirlərim var idi. İstədim ki, həm Instagram üçün, həm də YouTube üçün, ikisi üçün də video çəkeyim. Amma təbii ki də həyat biz planlar qurarkən başımıza gələnlərdir gerçəyini bir daha üzümə vurub nə olsa yaxşıdır. Birdən-birə Adelin dişinin ağrıyası tutdu. Həkiminin bizə çağırma vaxtı gəldi. Yəni ki, evi sökmüşdük, tam ortadaydı. 1000 dənə işimiz çıxdı. Səhər tezdən elə durduq, getdik Adelə həkimə apardıq, yoxlanış elədik. Dedi boğazında biraz qızartısı var. Neysə, dərmanlarını falan yazdı, elədi. Evə gəldik, Adel susmur. Anca ağlayır, anca ağlayır. Yazıq diş çıxardır. Arxa dişlər deyil, çox onu incidir. Amma yəni onun əvvəlki gün, onun əvvəlki günlər çox yaxşı olduğu üçün biz düşündük ki, Adel də xoşu gəlir evdə iş görəndə və dedik ki, biz iş görərik, o da ortalıqda, yəni o oynayar da. Amma elə olmadı. Həm bura mənim üçün bilirsiniz nəyə yaxşı oldu. Mənim makyaj masam buradaydı, Adilin yatağı da burada olduğu üçün səhərlər məsələn bir yerə gedəndə çox vaxt makyajsız getmək məcburiyyətində qalırdım. Və yaxud da video çəkmək istəyirdim. Adel yatdığı üçün çəkə bilmirdim. Ərtəliyirdim. Və bu da adamı motivasiyadan salır. Digər videomda dediyim kimi insanlar irəli gedərkən mən düşünürüm ki, geri gedirəm. Daha da moralim bozulurdu. Amma belə Adel orada yatır. Mən burada gəlirəm, makyajımı eləyə bilirəm. İş biliklərimi çəkə bilirəm. YouTube'a video çəkə bilirəm. Səhərsən durub gəlib belə danışa bilirəm. Əslində yadınızdadırsa mən videoları səhərlər səssiz çəkib üstündən səsləndirirdim. Çünki Adel yatmış olurdu. Onsuz da elə mən tıqqıltı edən kimi Adel dururdu. Yəni ki, buranın mənim üçün, işim üçün bir müddətlik belə işlətmək daha məntiqli gəldi. Çünki Adelin otağı boş-boş orada olurdu. O otaqda işıq almır. Ona görə də ora keçmək də məntiqsiz idi. Ona görə də biz də bura keçdik. Gözümün üstünə isə işıqlamla buradakı rəngi keçirəm.
fikir verdim ki, belə paletləri almağı çox sevirəm. Amma fikir verdim ki, heç istifadə eləmirəm. Amma ancaq məclislərdə bu formada da, yəni bunlar bitməz. Ona görə də çalışıram ki, gündəlik istifadə eləyim. Biraz tezləşdirim. Nə geyinəcəyik onu da seçim. Yüz makyajımı demək olar bitirdim. Highlighter vuracağım, sonrası maskara. Highlighter'da şıqlamı istifadə edəcəm. Parıltısı var. Maskarada isə 2 dənə turşu qarışdıracağım. Biri Eveline-ındır, biri isə teleskopik. Və qızlar makyajımı yekunlaşdırdım. Düşünürəm ki, qəşəng oldu. Dodaq karandaşında istifadə etdim 2 karandaşı. Biri Golden Rose'un 518 nömrəsi, Golden Rose'un 518 nömrəsi, bir də pastelin 214'dür bu səhv eləmirəmsə. Hə, 214 nömrəsi. Bu ikisini qarışdırıb karandaş etdim. Dodaq boyası olaraq isə NYX'in Stockholm rəngini istifadə edim. Həmişə bu dodaq boyası vuranda məndən çox soruşulur. Bu rəngdir. Deməli, qızlar şkafımı açdım. Düşünürəm nə geyinim. Yadınızdadsa bunu Temu'dan almışdıq. Bəlkə bunu kombin edə bilərik. Çünki Temu'da qızın əlində görüb bunu çox bəyənmişdim. Altından qara geyinmişdi qollu. Onda bunu götürək. Altına düşünürəm ki, qara bir şalvar geyinim. Bunu. Amma geyinim gərək elə baxaq, çünki görək necə görünür. Belə görünür qızlar. Məncə pis deyil. Bunları bağlamamışam, çünki evdən çıxanda düşündüm bağlayaram. Yəni bağlayanda daha da belə görünür. Məncə qəşəngdir. Koftanı da çox bəyəndim. Bunu cinslə də geyinmək olar. Sadəcə cinslərimin ayağı bol paça olduğu üçün düşündüm ki, geyinəməyəcəm. Hava soğuk deyə bunları geyinmək istəyirəm. Yenə şkaf açıldı. Neysə, qəşəng oldu məncə. Koftanı falan mən çox bəyəndim. Son dönəmlərdə vaks vurmuşdum deyə bu haldadır. Mənə lazımdır belə daraqlar, saç vaksı və rezin. İndi düpədüz ayırmaya çalışıram. Baxın qızlar, saçımı belə yığdım. İndi isə 2 yerə ayırıram. Bu formada. Vururam. Sonra çevirirəm. Bunu Pinterest'te görmüşdüm bu arada. Çox bəyənmişdim. Sonra belə balaca rezinlə qutarandan sonra isə saç vaksıyla üstündən keçirəm. Belə düşünürəm ki, qəşəng oldu. Sırağa olaraq bunları taxacağım. Belə görünür qızlar. Xalam qazanda sifarişlərini götürdüm. Adel yatdığı otaqdaydı, paketlər. Təəssüf gördüm götürəmədim deyə. Bir dənə bu var idi, bunu götürdüm. Param işdən çıxandan sonra da bunları da ona təhvil verməliyəm. Ay, bana kimsə çölün soğuk olduğunu demədi. Gözlərimdən su gəldi. Bilsəm şərf taxardım. Belə boydum açıqda qaldı. Of, dondum. Səbu ilə telefonları dəyişdiyimiz üçün də Səbu'nun playlisti ilə devam edirəm. Yenə mənim durumum yaxşıdır. Playlisti qəşəngdir Səbu'nun. Yazıq. Mənim playlistim aynı qəşəngdir işte. Mənim playlistim ancaq arabesk olduğu üçün düşünə bilmirəm onu. Bəlkə də silim. Gəldim, çıxdım, amma ki gözlərimin içi qıpqırmızı oldu soğuqdan. Bilmədim bu qədər soğuqdur. Gəldi, teslim elədim. İndi gözləyirəm ki, oradan qatar gəlsə, mən çıxıb gedim. Çıxdım evə, qızlar, tez pijamalarımı geyindim, rahatıma düşkün. Gedim tez yemək yeyeyim. Ondan sonra isə yatacağım. Çünki Adel yatıb, Adel yatmışkən mənim də tez yatmağım lazımdır ki, səhər tezdən saat 7-dən oyanmışdı Adel. Yəni onunla birlikdə oyadım, sonra onu yatızdırmışdım. Ona görə yuxum gələcək bilirəm. Ona görə də Adel yatmışkən bu fürsəti dəyərləndirmək istəyirəm. Səbu isə səhər tezdən özünə pomidor yumurta eləmişdi. Mən də qalanını götürdüm. Bunu yeyib tez gedəcəm. Arxadakı piş-piş səsini eşidirsiniz də yəqin ki, qızlar dişi yedizdirdim, içizdirdim. Ondan sonra isə
Mən də biraz uzandım, yatdım. Amma ki, dünəndən olsa çimməyə vaxt tapmırdım deyə girdim, tez duş aldım və istəyirəm ki, üzümü nəmləndirim. Burada dişim qəribə hiss etdirir. Elə bilirəm ki, biraz böyük kimidir. Tam dəqiq bilmirəm. Sabahları yenə gedəcəm. Ona görə də orada deyəcəm, yəni yenə. Çünki bu elə ki tam qoyulmadı da. Oturub oturmayacağını, yəni bir günlük prob kimi düşünün, qoyuldu ki, görək yaxşıdır yoxsa yox. Amma nəmləndirmişdim, amma yenə istifadə edirəm bu Nivea'nın böyürtkənin növünü. Qızlar, siz isə zəhmət olmasa mənim kanalıma abunə deyilsinizsə abunə olun. Abonələrin sayı artdıqca mənim motivasyonum da artır və fikir verirsinizsə tez-tez videolar çəkməyə başlamışam. Əgər istədiyiniz videolar varsa yorumlarda da onu qeyd edin. Mən sizin üçün çəkəcəm. Bugün həm də Taşacaq bu dənizin günüdür. Bir tərəfdən də onu izləyirəm. Səbu isə gələrkən bir də bu da bitdi onsuz da. Dəqiqdə mənim kargolarımı gətirib. Bunu da birlikdə açarıq. 2 məhsul sifariş vermişəm. Makyaj buradadır. Bərabər açaq, amma əvvəlcə bir şeylər yemək istəyirəm. Ondan sonra isə bunu birlikdə açaq. Pendirli sos mənim ən sevdiyim soslardan biridir. Demək olar ki, təkcə bu sosu sevirəm. Səbu ilə ikimizin ən çox sevdiyi tostdur. Ona görə də belə atışdırmalıq bir şeylər ürəyimiz istəyəndə tost hazırlayırıq. Əsas da Səbuyu hazırlayanda daha da dadlı olur və görün necə gözəl görünür. Çox bəyənirəm Səbuyun hazırladığı tostları. İçi də bol eləyir. Çox dadlıdır, baxın. Gəldim qızlar. İstəyirəm çay olana qədər bağlamanı açaq. Çox məhsul yoxdur. 2 dənə bağlamadır. Və üz məhsuldur, yəni kosmetikaya aiddir. Qayçımın afilliyinə baxın. Bu mənim xına qayçım idi. Artıq makyaj otağında istifadə edirəm. Necə səbirlə gözləyirdim mən bu sifarişi. Biri, bunu da belə kəsim. Bu arada bunlar normalda, məsələn, indi göstərəcəyim 35 manata satılır. Amma mən neçə almışam? 8 manat almışam. Çünki indirimdən yararlandım. Burada sualları da görürəm. Trendyol ajansı ilə bağlı sual-cavab videosu çəkəcəm ayrıca. Ona görə də yəni orada danışacağım daha ətraflı. Bunu çıxarda bilsəm necə bağlayıblar. Çox qəşəng. Məncə siz bu məhsulu görmüsünüz. Baxın. L'Oreal'ın həm baza gedir, həm BB krem gedir, tonalnik kimi gedir. Çox gözəldir. Mən bunu əvvəl saçma nə oldu? Mən bunu illər əvvəl alıb istifadə eləmişdim. Mən bunu hətta istifadə eləyəndə siz düşünün ki, bunun qiyməti 8-10 manat civarı arasındaydı. Amma sonra bu viral oldu. Bunun indi qiymətini qaldırıblar 35 manata. Yuh. Noyabr endirimlərində aldım bunu. Prosu karqom biraz gec gəldi. Sizə indi parlaqlığını göstərəcəm. Üzümün əlimdə fırlanır. Necə gözəl bir məhsuldur. Bir damcı alırsınız. Məsələn, parlaq, mən makyajı parlaq sevirəm. Yəni dəri parıldasın. Bunun da baxın. Çox təbii, öz dərinizin parlaqlığı kimi görünür. Görürsünüz necə gözəldir. Makyaj altı baza kimi də istifadə edə bilərsiniz. Bunun tonları da var. Məndəki nömrəsi 902-dir. Burada qeyd olunub. Bunun daha tünd versiyalarında alıb tonalnik kimi də istifadə edə bilərsiniz. Keçirik ikinci məhsula. Bu da yenə sizə dəfələrlə göstərdim. Hətta burada mənim var qutardığım bir tonalnidir. Çox bəyənirəm mən bu tonal kremi. Amma açım kəsmir. İstəsəniz yəni gedib buradan da ala bilərsiniz. Qiyməti hardasa 13-14 manat olur. Mən amma 8 manat aldım. Birini 6, birini 8. Bunu 6 manat aldım. Diğerini 8 manat almışım. Yəni çox uyğun aldım da. Yəni ikisi birlikdə plus da kargo 18 manat tutdu. Yəni düşün 2 dənə tonal almışam və 18 manat tutdu. Və çox gözəl qablaşdırıblar. Ay qızlar, 50 saatda bunun qablaşdırmasını açmağa çalışıram. Məhsulumuz Vetan Wild'ın bu tonal kremidir. Məndəkini də sizə tez göstəreyim. Bu məndə olan növüdür. Mən bunu Türkiyədən almışdım. Çox bəyənmişdim. Bir də mat rəngini almışam, amma yox. Sadəcə baxın üstündə yazılarında biraz dəyişiyor. Çünki mən bunu illər əvvəl almışam. Bunu isə yeni və görürsünüz qablaşdırmalarında yazılarında biraz fərq var. Amma rəngləri eynidir. Golden Beach rəngini mən istifadə edirəm. Bu bitib.
Yenisini sifariş elədim. Buradan da ala biləcəyiniz örtücülüyü yüksək, ortadan yüksəyə doğru, qiyməti uyğun, gündəlik istifadə edə biləcəyiniz həm mat, həm parlaq növləri olan bir tonal kremdir. Və sizlə sağollaşıram qızlar. Kanala abunə olmağı unutmayın. Başqa videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.